Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. MİQ və sertifikasiya proqramına sonradan əlavə olunan fəza fiqurları mövzusu ilə bağlı izahlarımız davam eləyir. Növbəti izahımız fəza fiqurları 2, mövzu kub. Birinci hissədə biz ümumi prizma haqqında məlumat vermişik. Baxmayan müəllimlərə şiddətlə tövsiyə edirəm ki, fəza fiqurları 1-i izləsin. Orada prizmanın elementləri, prizma ümumilikdə nədir? Bunları siz bilməlisiniz ki, bundan sonra videoları ardıcıl izləyəndə mahiyyətini başa düşəsiniz. Baxaq kuba. Kub nədir? Biz prizmadan danışanda demişdik ki, kubun özü də dördbucaqlı bir prizmadır və prizmanın xüsusi halıdır. İndi bunu tərif kimi belə deyə bilər ki, bütün tilləri və bütün üzləri bərabər olan dördbucaqlı prizmaya nə deyilir? Kub deyilir. Kub elə də çətin deyil. Sadəcə diqqətli olmaq lazımdır. Burada da sizin qarışdıra biləcəyiniz nüanslar ola bilər. Baxaq dəyərli müəllimlər. Az öncə dedik ki, kubun bütün tilləri, hansı ki, baxın, bu tillər, işarə eləyirəm. Bunlar hamısı bir-birinə bərabərdir. Eləcə də bütün üzlər, kubun bütün üzləri, baxın, bu bizə baxan üz. Sonra buradan arxadakı üz, solda, sağda, yuxarı, aşağı. Yəni oturacaqlar bir-birinə bərabərdir. İndi gəlin baxaq görək kubda neçə til var. Biz ümumiyyətlə prizmada bunları bilirik, demişik, düsturundan demişik, ümumiyyətlə dördbucaqlıda demişik. Amma bir də burada bu kubda xüsusi bunu vurğulayaq. Bir də müəllimlər, mövzu izahına yanaşı testlərin də burada xüsusi testləri ayırmışam. Mövzu izahına yanaşı dərhal testləri də həll edəcəyik və mövzu bizim üçün tam aydın olacaq. Kubda müəllimlər tillərin sayı var. Tillərin sayı. Tillərinin sayı bərabərdir 12 dənə. Hansıdır bu 12 dənə til? 4 dənə aşağı 1, 2, 3, 4. 4 dənə oturacaq da. 4 dənə yan til. Yan tillər baxın 1, 2, 3, 4. 4 dənə də yuxarı üzdə. 1, 2, 3, 4. Buradan alınır ki, tillərin sayı 12-dir. İndi gəlir növbəti bir anlayış. Yan tillərinin sayı. Yan tillərinin sayı. Çünki bunlar testlərdə qarşınıza çıxa bilər. Amma indi belə deməli biz ibtidai sinif müəllimiyik. Tamam, ibtidai sinif müəllimi olsanız da hər bir şeyi dəqiq öyrənəsiniz. İbtidai sinif müəllimlərinin çoxu, məsələn, yan tillər, yan üz anlayışını çox vaxt önəmsəmir. Elə tillərin sayı və s. deyil. Yan tillər hansılardır? Yan tilləri bax qeyd edirəm. Bunlar 4 dənə. 2, 3, 4. Yəni bu 12 dənənin 4-ü yan tildir. 4-ü yuxarı, 4-ü aşağısa oturacaqlar deyə bilərik. Altı aşağı və yuxarı. Yan tillərinin sayı 4 dənədir. Bundan sonra gələr indi yan üzlərinin sayına. Baxıram yan üzlər. Yəni yan tillər və yan üzlər deyəndə oturacaqlar nəzərə alınmır. Yan üzlərin sayı. Baxın dəyərli müəllimlər, yan üzlər hansılardır? Qeyd edirəm burada. 1, 2, bu tərəfi çəkdim. Sonra 3, bir də arxada qalan üz. Bu da 4. Yan üzlərin sayı oldu 4 dənə. Oturacaqların sayı, oturacaqların sayı. Yəni buradan artıq siz ağlınızda bir sual qalmır. Oturacaqların sayı 2-dir. Hansı da oturacaqların sayı? Yuxarıdakı və aşağı. Oturacaqların sayı 2. Bir də var, bütün üzlərin sayı. Bütün üzlərin sayı. Bütün üzlərin sayı isə olacaq dəyərli müəllimlər 6 dənə, 4 dənə bu yan üz, 2 dənə də oturacağı əlavə elədik. Əla. Bu anlayışları adınız kimi bilməlisiniz. Yəni bax bunlar çox dəfələrlə düşüb ki, məsələn, yan tillərin sayı, üzlərinin sayının hasili və s. və ilaxır belə suallarda diqqətli olmalısınız. İndi dəyərli müəllimlər, biz az öncə dedik ki, kub bütün üzləri və tilləri bərabər olan dördbucaqlı prizmadır. Bunun bütün üzləri və bütün tilləri bərabərdirsə, onda belə çıxır ki, kubun bir üzü, bax bu bir üzünü burada çəkirəm sənin üçün. Bu kubun bir üzü nədir? Kvadrat. Kvadrat. Kvadratın da siz qayda qanunlarını bilirsiniz. Bütün üzləri bərabərdir. Bütün tərəflər bərabər olan düzbucaqlıdır. Həmin bu kvadratın 6 dənəsini biz birləşdirib bu kubu əldə eləmişik. Bu kvadratın bir tərəfinə biz A desək, onda bütün tilləri A olacaq. Eləcə də burada, baxın, bura A'dır,
burada A-dır, buradadır. Yəni bütün hamısını A yaza bilərəm. Heç bir problem yoxdur. Kvadratla bağlı qayda qanunları bilirsinizsə, təbii ki, bunu tətbiq eləyib kubla bağlı olan qayda qanunları da öyrənəcəyik. İndi bizdə hansı anlayışlar var? Bunu kvadratın sahəsi nəyə bərabərdir? Biz müstəvi fiqurlarından bilirik. A kvadratına, dəyərli müəllimlər. O zaman deyə bilərik ki, kubun bir üzünün kvadratı A kvadratıdır. Bir üzünün sahəsi A kvadratıdır. Bəs kubun 6 dənə üzü olduğundan, kubun səthinin sahəsi nəyə bərabərdir? Buradan qeyd edəcəm. Bu bəzən S tamda yazılır. Bax bura. Bərabərdir. 6 dənə olduğundan 6A kvadrat. Və ya sadəcə səthinin sahəsi. Yenə bərabər olur 6A kvadratı. Müəllimlər, kubun səthinin sahəsi və kubun tam səthinin sahəsi 6A kvadratı deməkdir. Bununla bağlı suallara toxunacağıq. Bir də var, yenə də deyirəm, mütəəssir müəllimlər buna bəzən nəzər eləmir. Yan səthinin sahəsi, bu bəzən belə yazılır, S yan. S yan da bərabərdir. Yan deyəndə hansılar nəzərdə tutulur? Yan üzvlər, yəni oturacaqlar nəzərə alınmır. Bu yan üzvlərin sahələrinə baxacağıq. Baxın. Bir də buradakı. Bu da eləyəcək, S yan bərabərdir 4A kvadrat. Yəni yan üzünün sahəsi 4A kvadratına bərabərdir. 4 dənə A-nın kvadratı, yəni 4 dənə kvadratın yandaşı olanları nəzərə alırıq. Sonra kubun bütün tillərinin uzunluqları cəmi var. Bütün tillərin uzunluqları, tillərinin sayı nə qədər idi? 12. Bir tilin uzunluğu adısa, bütün tillərin, bu da vacib məsələdir, uzunluqları cəmi bərabərdir 12A. Bax, bu da çox önəmli nüansdır. Bütün tillərin uzunluqları cəmi. Bəzən, dəyərli müəllimlər, yan tillərin uzunluqları cəmi var. Məsələdə bunu baxacağıq. Yan tillərin uzunluqları cəmi 1, 2, 3, 4. Ona görə yan tillərin uzunluqları cəmi görsək, bu bərabərdir 4A olacaq. Bu çox önəmli faktordur. Bir də sizə bu bütün sözünlə bağlı bir şey nəzərinizə çatdırım. Bəzən tillərin uzunluqları cəmi verir, bəzən bütün tillərin uzunluqları cəmi verir. Tillərin uzunluqları cəmi ilə onun bütün tillərin uzunluqları cəmidir. Yəni yan sözü yoxdursa, yan tillərin uzunluqları cəmi yoxdursa, tillərin uzunluqları cəmi desə, demək 12A-dır. Bütün tillərin uzunluqları cəmi olsa yenə 12A-dır. Deməli tam səthin sahəsini dedik, yan səthin sahəsini dedik, bütün tillərin uzunluqları cəmini dedik, yan tillərin uzunluqları cəmini dedik. Bir də var həcmi. Kubun həcm deyəndə 3 ölçünü bir-birinə nəzərdə tutulur. Burada da A olduğundan V bərabərdir A vurulsun, A vurulsun A. Buradan da V bərabərdir, biz bunu A kubu kimi yaza bilərik. Baxın, dəyərli müəllimlər, bu anlayışları bilirsiniz. İndi suallarda da tətbiq eləyəcəyik. Bu mövzunu 100% başa düşəcəksiniz, bir problem yoxdur. İndi isə başlayaq suallarımıza. Kubun tillərinin sayı ilə üzlərinin sayının hasilini tapın. İndi burada bir dənə kubu biz çəkməyə çalışaq. Kubu da çəkməkdə həmişə belə bir yol göstərmişsiniz. Gətirdiniz bunun ortasında müxtəlif üsulla çəkmək olar. Mənim tövsiyə elədiyim yol budur. Yəni belə biraz səliqəli çıxır. Bu kubun tillərinin sayı. Bax görürsüz, burada bütün tilləri verməyib. Amma versə belə yenə də 12 olacaq. Verməsə belə yenə də 12-dir. Yan sözü yoxdur. Ona görə bütün tillərinin sayı 12-dir. Üzlərinin sayı, bütün üzlərinin sayından söhbət gedir. Yəni bütün üzləri və ya üzləri eynidir. Bütün sözü yoxdursa yenə də bütün kimi nəzərə alacaqsan. Yan söz olanda həmişə 4 olacaq. Yan tillərində də cavab 4-dür, yan üzlərində də cavab 4-dür. Bax, bunu qarışdırma. Üzlərinin sayı 12 vuracaqsan, 6 bərabərdir 70. İndi bax, mən həmişə izah paylaşanda deyirəm ki, 10 müəllimlə 9-un qarışdırdığı nüans var bəzi sual izahlarda. O burada. Müəllimlər məsələn bilmirdi ki, üzlərin sayı nədir, bütün üzlərin sayı nədir, yan üzlərin sayı nədir. Bütün üzlərin sayından üzlərinin sayı eyni anlayışdır. Doğru cavab burada elədir. A variantı. Kubun yan tillərinin uzunluqları cəmi. Kubun neçə yan tili var? Dedik ki, 4 dənə yan tili var. Bunu 4A ilə işarə eləmişdik. Eləcə də yan üzləri də sahələr cəmini 4A ilə işarə elədik. Bərabər eləyirik 28-ə. A bərabərdir 28-i 4-ə böləndə 7 sm. Burada bizə kubun tillərinin uzunluqları cəmi desəydi 12A eləyərdik. Kubun bütün tillərinin uzunluqları cəmi olsa yenə 12A eləyərdik. Üçüncü suala baxırıq. Kubun üzlərinin sahələri cəmi. Üzlərinin sahələri cəmi, az öncə dedik, bütün üzlərindən söhbət gedir. Bu elədir 6A kvadratı.
Yan üzlərinin sahələri cəminə nə qədər çoxdur? Yan üzlərinin sahələri cəmdə 4a kvadratıdır. Elə bil bir ədəd digər ədəddən neçə dəfə çoxdur deyəndə biz nə edirik? Sadəcə birinci ədədi ikinci ədədə bölürük. Buradan a kvadratları gedir. 6-nı da 4-ə böləndə eləyəcək 1,5. Doğru cavab elədi D variantı. Baxırıq dəyərli müəllimlər növbəti sualımıza. 4-cü sual. Kubun tam səthinin sahəsi yan səthinin sahəsindən 36 kvadrat santimetr çoxdur. Kubun tam səthinin sahəsi 6a-nın kvadratıdır. Yan səthinin sahəsi 4a-nın kvadratıdır. Bunu təkrar salmışam ki, tam səth, yan səth tam beyninizə hopsun. 36 çoxdur. Mən bunun üzərinə 36 gələ bilərəm və ya 6 kvadratından 4 kvadratını çıxıb 36-ya bərabər edirəm, eyni şeydir. Yenə buradan yenə də 6 kvadratı çıxılsın 4 kvadratı bərabər 36. Burada azın üzərinə gəldik və ya çox az fərqi göstərir. 2a kvadratı bərabər 36, a kvadratı bərabər 18. A kvadratı 18-ə bərabərdir. Kubun bir üzünün sahəsini soruşur. Kubun bir üzü də a kvadrat olduğundan doğru cavab elədi C variantı. Baxaq, kubun iki üzünün sahəsi 162 kvadrat santimetrdir. İki üzünün sahəsi 162 kvadrat santimetrdirsə, onda bu 2a kvadrat eləyəcəkdir. Bir üzü, yəni yadda saxlayın, bir üz bərabər a kvadratıdır. Çünki kubun bir üzü kvadratdır. Buradan bərabərdir 162-yə. A kvadratı bərabərdir 162-ni 2-yə böləndə eləyər 81 kvadrat santimetr. 81 kvadrat santimetr. İndi kubun deyir, tam səthinin sahəsi yan səthinin sahəsinə nə qədər çoxdur? Tam səthinin sahəsi 6a-nın kvadratıdır. Yan səthin sahəsi 4a kvadratıdır. Yadda saxlayın ki, ümumiyyətlə tam səthin sahəsi yan səthin sahəsinin 2a kvadratı qədər çox olur. Çıxanda 2a kvadrat qalır. 1a kvadratda 81-dirsə, 2-ni 81-ə vurarıq, bərabər eləyər 162 kvadrat santimetrə. İndi nə qədər çoxdur? 162 kvadrat santimetr. Doğru cavab elədi Y. Müəllim, elə biz gəldik yenə 162 aldıq. Amma bunu bəri başdan deyə bilmərik də. Bu nəticəni gəlib almalıyıq artıq, amma indən sonra deyə bilərsən ki, onda kubun tam səthinin sahəsi yan səthinin sahəsindən 2a kvadratı qədər çoxdur. Yəni 200 çoxdur da. Çünki baxın, məntiqini başa düşməyə çalışaq. Nəyisə əzbərləməyin. Bu bizim kubumuzdur. Bu kubun tam səthinin sahəsi 6 kvadratıdır. Yan səthinin sahəsi 4 kvadrat. 6 kvadrat 4 kvadratından bu 2-dən oturacağı yuxarıda oturacaq. Burada bəzən müəllimlər fikirləşir ki, oturacaq ancaq aşağıda. Yox, ümumiyyətlə bax bu 2-dən üz oturacaq sayılır. Yəni bu 2-dən oturacaq qədər çoxdur da. Yəni 2 üz qədər. 2 üzün də sahəsi 162-dirsə, elə cavab yenə 162 eləyir. 6-cı suala baxırıq. Həcmi 216 kub desimetr olan kubun yan üzlərinin perimetrləri cəmini tapın. Həcmi 216 desimetrdirsə, A kubu bərabər 216-ya. İndi biz A-nı tapırıq ki, nəyin kubu 216 eləyir? Adı 6-dır. Ümumiyyətlə çalışın 10-a qədər ədədlərin kubunu, 20-yə qədər ədədlərin kvadratını əzbər biləsiniz. Və buradan kubu çəkirəm. Kubu çəkdim. Bu kubun yan üzlərinin perimetri. Yan üzləri bir dənə üzün perimetri ümumiyyətlə kubda nəyə bərabərdir? Adısa, bir üzünün perimetri yazıram. Bir üzünün perimetri bərabərdir 4a-ya. İndi yan üzü deyəndə 4 dənə yan üzü olduğundan 4 vurulsun 4a bərabərdir 16a. A-nın da qiyməti 6-dır. 16-nı vuracaqsan 6-ya bərabərdir 96 desimetr. Doğru cavab B variantı. Müəllim, mən bir üzün perimetrini tapdım. 4 dəfə 6, 24. 4-ə vurdum. Afərin, elədi olar. Heç bir şey yoxdur. Fərq yoxdur. Yəni eyni şeydir də. Sonra gəldik 7-ci sualımıza. Tili 4 cm olan kubun səthinin sahəsi nə qədərdir? Tili 4 cm-dirsə bu A bərabərdir 4. Bayaqdan təkrar vurğuluyuruq ki, kubun səthinin sahəsi 6a kvadratıdır. Baxın, burada verməyib yan və ya tam sözü. Amma səthin sahəsi, eləcə də tam səthin sahəsi eyni anlayışdır, dəyərli müəllimlər. 6 vurulsun, A-nın qiyməti 4-dür, 4-ün kvadratı 16, 6-ını da 16-ya vuranda 96 kvadrat santimetr. Doğru cavab elədi. D variantı. 8-ci suala baxırıq. Kubun səthinin sahəsi 384 kvadrat santimetrdir. Səthin sahəsi
Tam səthin sahəsi deməkdir. Bu 6 a kvadratından hesablanır. Bərabərdir 384. A kvadratı buradan bərabərdir. 384-ü aya 6-ya böləndə 64. Nəyin kvadratı 64 eləyir dəyərli müəllimlər? A bərabərdir 8-ə. Deməli A 8-ə bərabərdir. İndi bizə deyir onun bir üzünün perimetri. Bir üzündə perimetri A8-dirsə 4A-dır. Çünki bir üzü kvadratdır. 4A. 4-ü də vurarsan 8-ə bərabər eləyər 32 sm. Buyurun dəyərli müəllimlər. Bir 15 dəqiqənizi sərf eləməklə fəza fiqurlarından olan və hər imtahanda düşən kubu tam mənimsədiniz. Hər birinizə uğurlar arzulayıram. Kanala abunə olub paylaşmağı unutmayın. Növbəti izahlarımızda kuboid, digər adı düzbucaqlı paralelopipedlə bağlı ətraflı izah verəcəm. Sağ olun, növbəti izahlarda görüşərik. Hələlik.